Sabahınız xeyir olsun dəyərli izləyicilərimiz. Logos TV-nin efirində psixoloqunuz mən Aygül Məlikova və hər zamanki kimi bir-birindən çox dəyərli qonaqlarım da var. Mənim bugünkü efirimin qonağı Nurani Ağazadə, Gənclik filialının uşaq və yeniyetmə psixoloqudur. Xoş gəlmisiniz Nurani xanım, necəsiniz? Çox sağ olun Aygül xanım, siz necəsiniz? Təşəkkür edirəm dəvətiniz üçün. Mən təşəkkür edirəm, gəldiniz, qonağımız oldunuz. Bizim bugünkü mövzumuz uşaqların aqressiyası ilə bağlıdır ki, bir çox valideynlər üçün əslində çox maraqlıdır ki, mənim övladımın aqressiv olmağına səbəb nədir? Sizcə aqressiya nədir? Uşaqlar nəyə görə aqressiv olur? Aygül xanım, bizə son günlərdə yəqin çox tez-tez siz də eşidirsiniz. Valideynlərdən uşağım dəyişilir, vurur, dağıdır, əhval-ruhiyyəsi tez-tez dəyişir. Yəni baxaq görək əslində aqressiyanın səbəbləri nə ola bilər? Birinci səbəb mühit dəyişkənliyi ola bilər. Məsələn, evimizi dəyişmişiksə və yaxud da ki, yay tətilindən uşaq məktəbə qayıdıbsa, yeni məktəb dəyişibsə, nənə baba ilə bir yerdə yaşayırdılarsa, nənə babadan ayrılıblarsa və yaxud da ki, evdə yaxın bir şəxsin uzaq yerə işləməyə getməsi və yaxud da ki, evə yeni uşağın gəlməsi səbəb ola bilər. Səbəbləri sadaladıqdan sonra valideynlər bu nə etməlidirlər, necə yanaşmalıdırlar, ona da toxunacağıq. İkinci səbəb yox. Bəzən də valideynlər bildirirlər ki, Nurani xanım, evi dəyişmək niyə uşaqlarda aqressiya yarada bilər ki? Axı evimiz balaca idi, biz onu daha genişlətdik və yaxud da ki, otağı səliqəsiz idi, biz onu daha rahat bir hala gətirdik. Bizim hər birimizin özümüzün bir komfort alanı var, komfort zonası var. Biz özümüz belə evimizdə bir dəyişiklik eləyiriksə, o yeni evə, yeni otağa adaptasiya olana qədər bizim də əhvalımızda dəyişikliklər olur. Eyni zamanda uşaqlar da həmçinin bizim kimi gərginləşə və yaxud da ki, aqressiv davranışlar göstərə bilərlər. Təbii ki, hər bir insanın aqressiya olması normaldır. Aqressiya göstərməsi, əsəbləşməsi, ağlaması, öz duyğularını biruzə verməsi normaldır. Sadəcə biz orada baxırıq ki, uşaqlarda bu özünü hansı dərəcədə göstərir? Neçə aydır ki, bizdə bu davranışlar davam edir? İkinci səbəb pasiv oturaq həyat tərzi ola bilər. Pasiv oturaq həyat tərzi aqressiyanı artıran ən önəmli səbəblərdən biridir ki, məsələn, tutaq ki, mənim uşağım bağça yaşına hazırdır, amma mən onu bağçaya qoymuram, övladım bütün günü evdədir və pasiv oturaq həyat tərzini yaradan birinci səbəblərdən biri də texnoloji vasitələrdir və hər birimizin özümüzün öz daxili enerji balansı var. Məsələn, biz bunu deyə bilərikmi ki, ümumiyyətlə mümkündürmü belə tipdə ifadə etmək ki, ümumiyyətlə aqressiya da bir duyğudur və məsələn bizim genetik kodlarımız var da, saç rəngimiz, dəri tipimiz və yaxud da ki, bədən şəklimiz, göz rəngimiz kimi duyğular isə daha çox öyrəniləndir. Yəni genetik tip deyil də öyrəniləndir və uşaq bu duyğunu, bu aqressiyanı necəsə öyrənir. Əlbəttə ki, təbii ki, uşaq doğulanda aqressiya ilə və yaxud da ki, sözə baxmamaqla doğulmur ki, o sonradan görür, mühitdən, bizim davranışlarımızdan öyrənir və anadan gəlmə olmadığına görə biz bu davranışları asanlıqla dəyişə bilərik. Və uşaqlar da öz daxili enerjisini ödəyə bilməyəndə, məsələn, biz işə gedirik və yaxud da ki, evdə ev işləri görürük, dostlarımızla gəzintiyə çıxırıq və öz daxili enerji balansımızı ödəyirik. Amma uşaqlar öz daxili enerji balanslarını ödəyə bilməyəndə, pasiv oturaq həyat tərzi keçirəndə, təbii ki, onların davranışlarında aqressiv hərəkətlər görə bilərik. Üçüncü səbəb posttravmatik stres alan uşaqlar, yaşayan uşaqlar ola bilər. Məsələn, qəza keçiribsə və yaxud da ki, məktəbdə bağçada yıxılıb əlini, qolunu sındırıbsa və yaxud da ki, ailə daxili konfliktlərdə yaşayan olan, məsələn, ata-anaya şiddət göstərir, nalayiq kobud ifadələr işlədirsə və yaxud da ki, mükəmməliyyətçi ailələrdə böyüyən uşaqlar, avtoritar rejimli ailələrdə böyüyən uşaqlarda bu aqressiyaya səbəb ola bilər. Dördüncü səbəb isə erkən böyüdülmüş uşaqlar ola bilər. Məsələn, həddindən çox əzizlənir, hər istədiyi elənir və uşaq aqressiyasından öz istədiyini yerinə yetirmək üçün istifadə edir. Məsələn, mağazaya girir, bir oyuncaq istəyir və mama deyir ki, mən sənə oyuncaq almayacağam. Uşaq başlayır mağazanın ortasında özünü çırpmağa, vurmağa, qışqırmağa. Bilir ki, mama utanacaq, onun istədiyini yerinə yetirəcək. Buna vərdiş halı almış aqressiya deyə bilərik? Deyə bilərik, bəli. O, istədiyini yerinə yetirmək üçün bundan istifadə edir və valideynlər
burada davranışlara nəzarət edib, onun həqiqətən də özündən asılı olub və yaxud da ki, olmadan idarə etdiyini bilməlidir. Yəni, həqiqətən də o uşaq məni idarə eləmək üçün mi istifadə edir bunu, yoxsa ki, davranışlarında xüsusilə bu özəlliklər var. Bugün mən sırf sağlam uşaqların davranışında olan aqressiyadan danışıram, amma digər narahatlı olan uşaqlarda autizm spektr pozuntusu və yaxud da ki, ümumi inkişaf ləngiməli olan uşaqların aqressiyası sırf onların diaqnozu ilə əlaqəlidir. Biz onların əvvəlcə anlama, qavrama, sensor inteqrasiyasını bərpa edəndən sonra axırıncı etapda davranışlara gəlirik və onsuz da anlama, qavrama artdıqca yavaş-yavaş onların davranışlarındakı aqressiya da azalır. Bəs gəlin baxaq görək aqressiya özünü daha çox hansı yaşlarda göstərir? Normalda biz davranış pozuntusu diaqnozunu 6 yaşdan sonra, ən azı 6 ay davam edən hərəkətlərdən sonra dəqiq diaqnoz qoya bilirik və orada da təbii ki, bizim hansı hərəkətləri daha çox edib bir sadaladığımız bəzi hərəkətlər var ki, onların əsasında bu diaqnozu qoyuruq. Amma ən çox 3 yaşında və yeniyetməlik yaş dönəmində aqressiya ən kəskin dönəmə çata bilir. 3 yaşında uşaq artıq ətraf aləmi dərk edir, yavaş-yavaş əvvəlki uşaqlıq dönəmindən çıxır, mənini, özünü, şəxsiyyətini dərk etməyə. Bayaq dediniz ki, uşaq bilir ki, özünü yerə çırpsa, ağlasa, qışqırsa, öz istədiyini əldə eləyəcək və bilirik ki, bu dönəm əslində 3-5 yaş arası uşaqlarda formalaşan kapriz dönəmi ilə əlaqəlidir. Yəni 3 yaşına qədər kaprizləri ilə gəlir, bilir ki, hər istədiyimi rahat bir şəkildə əldə eləyəcəm və valideynlər də uşağım ağlamasın, yazıqdır, bu kimi şeylər yaşanmasın deyə uşağın hər istədiyinə tabe olmuş olurlar. Əslində burada biraz da rollar dəyişir. Rollar dəyişdiyi üçün artıq valideyn də nə edəcəyini bilmir. Valideyn də yanaşmasını yavaş-yavaş dəyişməlidir, qaydalarını yavaş-yavaş artırmalıdır və bilməlidir ki, uşağım niyə dəyişib, niyə birdən-birə belə oldu əvəzinə, yaş dönəminin xarakterik xüsusiyyəti olduğunu və yavaş-yavaş mənim orada necə rəftarımı dəyişəcəyimi bilməlidir. Yəni, sadə yolu sadəcə psixoloqun dəstəyi ilə aradan qaldırmaq olar. Bu aqressiv davranışlar zamanı birinci, ən önəmli məsləhət psixoloji görüşlərdir, psixoloqla danışmadır. Dərman vasitələri isə ikinci bizim baş tuta biləcəyimiz. Məsələn, elə olur ki, valideynlər tərəddüd edirlər. Düşünürlər ki, mən aparım nevropatoloqa, uşağımın əsəblərinə görə bir dərman yazsın və uşağım sakitləşsin. Çünki mənim uşağım əsəbidir. Təbii ki, bunu eşidən uşaq da artıq başa düşür ki, mən etiketlənmişəm. Etiketləndiyi üçün də mən əsəbiyəm, o zaman istədiyimi də əldə edə bilərəm. Bəs evdə davranışlar düzəlməsə, qəbul olunan dərmanlar kömək edərmi? Təbii ki, xeyr. Həm də bu müəyyən müddət uşaqlara öz təsirini göstərəcək, sakitləşəcək, amma kökündə olan səbəbi biz ortadan araşdırmadıq, qaldırmadıq. Əslində mənim uşağımın bu negativ davranışlarına yol açan səbəb nədir? Uşağımın duyğu düşüncəsini negativə yönləndirən səbəb nədir? Çünki uşaqlar biz səbəbsiz ağlayırıq. Yox, hər nəsə bir əslində gərgin, kədərlənirik, ağlayırıq. Uşaqlar da eyni şəkildə səbəbsiz ağlamırlar. Ona görə də daha çox özünü dəyərli hiss edən uşaqlarda pozitiv düşüncələr olur. Birinci bu etapa da baxmalıyıq. Biz uşaqlara həqiqətən də ailədə dəyər verdikdə, onlarda pozitiv duyğu düşüncə daha çox üstün olur. O zaman davranışlarında da pozitivlik özünü göstərir. Amma özünə dəyər verilməyən, daha çox bastırılan ailədə, şiddət görən, səhv axtarılan, xüsusilə də avtoritar rejimli olan, mükəmməliyyətçi, uşaqdan daha çox gözləntiləri olan ailələrdə aqressiv davranışlar ola bilər. Məsələn, valideynlər... Nurani xanım, ümumiyyətlə, baxın, bu aqressiyası olan uşaqların sonu hara doğru gedir? Yəni, yeniyetməliyində, gəncliyində, yaşlılığında bu tip insanları nələr gözləyir? Çox ağır hallara gətirib çıxara bilər yeniyetməlikdə. Özünə zərər yetirmə, ətrafdakı insanlara zərər yetirmə. Yəni, bu
ağır depressiyalara gətirib çıxara bilər. Ona görə də biz nəyə görə bu hallara gətirib çıxardır? Yəni artıq kənar insanlar onun aqressiyasını qəbul etmirlərmi? Çünki biri var ki, ailə üzvləridir. Ailə üzvüdür ki, mənim uşağımdır, nə bilim mənim qardaşımdır, mənim bacımdır. Hardasa müəyyən bir yerə qədər qəbul edir. Amma kənardakı insanlar bu insanı qəbul etmə məcburiyyətində deyillər. Yəni işini görmürsən, görmə, avtomobili sürə bilmirsən, sürmə və s. və ilaxır. Yəni bunun üçünmü artıq daha çox özlərinə qapanırlar, insanlardan uzaqlaşırlar, yoxsa ki narsistik hallar bu zaman daha çoxmu arta bilər? Çünki özünü daha çox ön plana çəkir, mənim istədiklərim daima olub, hər kəs mənim dediklərimə tabe olmalıdır, tipli düşüncələri daima var olur. Mən egonu daha çox üstün tuturam belə insanlarda. Sizin fikrinizi bilmək də mənim üçün çox maraqlıdır. Amma mən daha çox o qədər aqressiyadan istifadə edib hər istədiklərini yerinə yetiriblər və cəmiyyətdə onları qəbul edib ki, mən onların daha çox egolu insanlar olduğunu düşünürəm. Aha, bəli. Amma orada biz yenə dediyim kimi mən uşağımın nizam-intizamlı olmağını istəyirəmsə, birinci öz davranış və hərəkətlərimə çevrilib baxmalıyam. Çünki uşaqlar bizim həqiqətən də ifadələrimizi və davranışlarımızı təkrar edirlər. Məsələn, tutaq ki, boşanmış ailədə olan uşaqlar ata-anaya şiddət göstərir, nalayiq ifadələr işlədir. Bir müddətdən sonra ayrılırlar, ana ilə bir yerdə yaşamağa başlayırlar. Və mən şahidi oluram ki, həqiqətən də ananın danışdıqlarına görə atanın elədiyi hərəkətləri uşaq həqiqətən də eləyir. Ona görə bir şey də formalaşır burada uşaqlarda əslində. Biz həmişə deyirik ki, ana bətnində zəka 43% formalaşır. 57% sosial cəmiyyətdə və ailə içində formalaşır. Uşaq gözünü açandan ana da, ata da bir-birinə qarşı şiddət, aqressiya, nalayiq ifadələr, kobud səslənən ifadələr, saymazayana davranışları olduqca, valideynin tutarsız davranışları olduqca, üstəgəl uşaq diqqət mərkəzində olmayıb kənarlaşdıqca, uşağın intellektual inkişafı da geri qalır. Əlbəttə. Sosial yaşı geri qalır, emosional yaşı geri qalır, nə danışıqını idarə edə bilmir, nə davranışını idarə edə bilmir. Əslində məsələ burada sırf aqressiya deyil. Aqressiya fonunda formalaşan digər hallardır. Bax, bu zaman son olaraq artıq vaxtımız sona çatır. Son olaraq valideynlərə necə davranmalıdırlar? Yəni, bu davranışı necə formalaşdırmaq lazımdır? Bu aqressiyanı necə dayandırmaq olar? Valideynlər uşaqlardan empati qurmağı bacarmalıdırlar. Hadisələr uşaqların gözlərindən baxmağı bacarmalıdırlar. Məsələn, mənim uşağım dərs oxumaq istəmirsə, həmin anda mən onu məcbur dərs oxutdururamsa belə, o orada yığılmış aqressiyasını başqa tərəfdə, başqa gün bir neçə saatdan sonra mənə onu qaytaracaq. Ona görə, məsələn, mənim uşağım gəlib deyir ki, mama, mən indi dərsimi oxumaq istəmirəm. Biz onda necə yanaşmaq? İndi oxumaq istəmirsən, istəyirsən 15-20 dəqiqə fasilə ver, sonra ana ilə bir yerdə baxarıq. Uşaq nə başa düşdü? Başa düşdü ki, mama onu anladı, mama onu dərk elədi. Yəni, bizdə birinci valideynlər səbirli olmalı, uşaqların davranışının hansı hadisədən sonra dəyişdiyini, neçə müddətdir bu davranışın təkrar olunduğunu araşdırmalı, birinci kök səbəb tapılmalı, sonra tərbiyədə tutarlılıq mütləq olmalıdır. Məsələn, mən övladıma bugün telefon icazə vermirəmsə, anidən qonağım gəlir və mən iş görməliyəm, telefonu aparıb verirəm uşağıma və burada nə nəticə olur? Uşaqda artıq bizə qarşı və özünün nizam-intizamına qarşı bir tutarsızlıq yaranır. Və burada normal, düzgün tərbiyədən söhbət gedə bilərmi? Bəzən valideynlər belə düşünürlər ki, aqressiyaya mən əgər onun üstünə qışqırmasam həmin anda özünə gəlmir. Yəni, aqressiyaya sakitləşdirməyə bəli, deyirlər ki, niyə mən 100 dəfə deyirəm, sözü eşitmir? Deməli, sözü 100 dəfə deməyə ehtiyac yoxdur. Niyə sizi eşitmir? Bunu dərk eləməyə ehtiyac var. Bəzən də valideynlər, əlbəttə ki, bəzən ümumiləşmiş ifadələr işlədirik. 100 dəfə deyirik, get məktəbə hazırlaş, get sumkanı yığ, get məktəbə hazırlaş. Əgər uşaq bunu eləmirsə, eləmək, yəni o məsuliyyətində deyilsə, biz ona yardımcı olmalıyıq. Etap-etap onunla bir yerdə yığmalıyıq, hazırlaşmalıyıq. Yəni, o ümumiləşmiş ifadələr ancaq bizi əsəbləşdirir və uşaqda da o aqressiyanı eşitdiyi sözlər daha çox artırır. Bir neçə dəfə valideyn bunu səsləndirir. Daha sonra özü qalxıb çantanı yığandan sonra, özü tutub qolundan aparıb yatızdırandan sonra uşaq başa düşür ki, onsuz da mən bunu etməsəm də, mama gəlib bunu edən biri onsuz da tapılacaq.
Çox sağ olun Nurayna xanım. Siz sağ Təşəkkür olun. edirəm. Yaxşı ki gəldiniz. Çox sağ Bugünkü olun, mən efrimizin təşəkkür qonağı edirəm. Gənclik filialının uşaq və yeniyetmə psixoloqu Nurayna Ağazadə idi. Nurayna xanımla birlikdə biz uşaqlardakı aqressiyadan danışdıq. Təbii ki, bu mövzu o qədər geniş və əhatəli bir mövzudur ki, vaxtımız çox az olsa da, yenə də xüsusi hissələrə və əsas hissələrə toxunmağa çalışdıq. Əgər sizin də hər hansı bir suallarınız yaranarsa, o zaman şərh bölməsində suallarınızı qeyd edə bilərsiniz və yaxud da Logosu Az Instagram səhifəsindən suallarınızı ünvanlaya bilərsiniz və hər birinə geri dönüş olunacaq. Əgər sırf Nurayna xanımın qəbuluna gəlmək istəyirsinizsə, o zaman Logosun Gənclik filialı Fətəli xan Xoyski küçəsində yerləşir. Yaxınlaşıb qəbuluna yazıla bilərsiniz. Bizi izləmədə qalın. Suallarınız olarsa bildirə bilərsiniz. Başqa bir mövzular haqqında əgər eşitmək istəyirsinizsə, sizin üçün önəmli olan mövzular varsa, bunları da qeyd etsəz, növbəti verilişlərdə bu mövzulara da mütləq şəkildə toxunulacaqdır. Hələlik növbəti verilişə qədər özünüzə yaxşı baxın.